Qaçışın adı bəzən iş görmək olur. Hərdən hisslər, düşüncələr o qədər ağırlaşır ki, onları yaşamaq yerinə nələrləsə məşğul olmağa başlayırıq. Vəziyyət o yerə gəlir çıxır ki, dayanmaq bizə həddindən artıq qorxutucu görünür. Və bir müddət sonra görürük ki, bu məşğuliyyətlər bizi əslində bizdən uzaqlaşdırır. Vacib olan, əsas olanları hiss etməməyə, düşünməməyə başlayırıq. Bu bilirsiniz nəyə bənzəyir? Sanki evdən yanıq qoxusu gəlir, hətta tüstüsünü də görürük. Amma buna rəğmən evdə təmizlik işinə başlayırıq. Və hətta o dərəcədə təmizlik ki, pəncərələri parıldadana qədər silməyə davam edirik. Əslində isə o qoxunu, o tüstünü izləyib səbəbin, bəlkə də təhlükənin nə olduğunu anlamağa çalışsaq, həyatımızı xilas edə bilərik. Bəzən ən yaxşı yol elə dayanmağın özüdür. Hisslərimizi qəbul edib, düşüncələrimizi dinləmək. Və yalnız bu şəkildə daha sağlam qərarlar verə bilirik.